Salam. Bu videoda sizə Progress IMS Claims Manager sistemi ilə Hukareb modulu arasında məlumat mübadiləsi prosesini təqdim edirik. Kareb modulu sığorta şirkətləri ilə təmir mərkəzləri arasında məlumatların ötürülməsi, rahat idarə edilməsi və real vaxt rejimində izlənməsi üçün imkanlar yaradır. Gəlin bu modulların işləmə prinsiplərini ətraflı nəzərdən keçirək. Məlumat ötürülməsi Claims sisteminin qiymətləndirmə modulundan başlayır. Yuxarıda qeyd olunan videoda qiymətləndirmə modulunun işləmə prinsipi izah olunmuşdur. İlk öncə qiymətləndirmə moduluna keçid alaq. Burada cari işlər səhifəsinə daxil olaraq zərər çəkmiş müştərinin avtomobilinin təmiri üçün razılaşdırılmış işlərin birini seçək. Bu işdə bütün digər əməliyyatlar əvvəlcədən qeyd olunduğu üçün Karebə göndər düyməsini sıxaq. Açılan pəncərədə avtomobili göndərəcəyimiz təmir mərkəzini seçib növbəti düyməsinə klik edirik. Bu mərhələdə qəza komissarının çəkdiyi şəkillər görünəcək. İstədiyiniz şəkilləri seçib dərc et düyməsinə toxunduqda göndəriş avtomatik olaraq Kareb moduluna ötürülür. Qeyd edək ki, təmir mərkəzində aparılacaq bütün proseslər Kareb modulu vasitəsilə həyata keçirilir. Təmir mərkəzinin əməliyyatlarını izləmək üçün yuxarıdakı video təlimata baxa bilərsiniz. İndi isə dərc edilmiş göndərişə keçid edək. Açılan səhifədə nəqliyyat vasitəsinin və müştərinin bütün məlumatları, təhvil təslim şəkilləri və cari status haqqında məlumatlar əks olunur. Müştəriyə təmir proseslərini onlayn izləmək imkanı vermək üçün xüsusi SMS linki göndərilə bilər. Bu link vasitəsilə müştəri bütün təmir mərhələlərini, işin cari vəziyyətini və digər vacib məlumatları əldə edə bilər. İndi isə təkliflər bölməsinə nəzər salaq. Burada təmir mərkəzi tərəfindən sığorta şirkətinin məsul işçisinə göndərilən təkliflər yerləşir. Eyni anda bir neçə təklif təqdim oluna bilər. Təkliflərdə ilkin akt və təmirin təxmini müddəti göstərilir. Qərar düyməsinə sıxdıqda təmir mərkəzinin hazırladığı aktı nəzərdən keçirə və ya yükləyə bilərsiniz. Təkliflərdən birini seçib razılaşdırılmış məbləği daxil edərək təsdiq statusunu seçdikdə digər təkliflər avtomatik olaraq imtina edilir. Növbəti mərhələ təmir mərhələləridir. Təmir mərkəzinin əməkdaşları bütün təmir mərhələlərini sistemə qeyd edirlər. Hər bir mərhələyə uyğun olaraq şəkillər yüklənir. Bu hissədə sığorta şirkətinin işçiləri heç bir əməliyyat yerinə yetirmirlər. Təmir prosesləri başa çatdıqdan sonra yekun akt və təsdiq bölməsinə keçirik. Burada təmir mərkəzi tərəfindən tərtib olunmuş yekun akt və yekun məbləğ əks olunur. Bütün mərhələlər uğurla tamamlandıqda sığorta şirkətinin nümayəndəsi göndərişi təsdiq edərək prosesi başa çatdırır. Qeyd edək ki, bütün əməliyyatlar zamanı statuslar avtomatik dəyişir. Həm sığorta şirkəti, həm də təmir mərkəzi işçiləri hər mərhələ haqqında e-mail vasitəsilə məlumatlandırılır. Beləliklə, Hukareb modulu sığorta şirkətləri ilə təmir mərkəzləri arasında şəffaf, sürətli və effektiv məlumat mübadiləsi təmin edir ki, bu da həm operativ idarə etməni, həm də müştəri məmnuniyyətinin artmasını təmin edir. Diqqətiniz üçün təşəkkür edirik.